Salam əziz ofis və ofis 109 izləyicilərimiz, xoş gördük sizləri. Əzizlərim, bugün sizə Şurdaxanada çox gözəl bir yerdədir. 113 nömrəli məktəbin tam yaxınlığında, poliklinikanın tam yaxınlığında zəng edib deyirdiniz, bir həyətdə 2 ev istəyirik, bacımın o belə, qardaşım, bax, həmin o evdir, qardaşlar, gəlin. Deməli, 3 sotun içində 2 ev, dostlar, 2 ev. Bax, bu birinci evimizdir. Gördüyünüz kimi belə bir geniş həyət, yəni sahəmiz var. Əzizlərim, gedək sizi evin içi ilə də tanış edəcəm ki, inşallah bu evi alana doğrudan da hədiyyə. Nə? Evimiz tam əşyalı satılır. Heç nə eləmirsiniz. Bir dənə paltarınızı götürüb, gəlib, girib yaşayırsınız. Dostlar, baxın, girişdə gördüyünüz kimi belə bir hamam sanuzerimiz. Gələk mətbəximizə. Bax, maşallah olsun, görürsünüz, mətbəx meyvelinə kimi. Hamısı qurlaşdırıb, hətta çay da süzüblər, bizə görsəniniz olar. Baxın dostlar, burada da belə bir geniş yataq otağımız. Xatırladıram, evimiz İran peçi ilə isinir. Dostlar, bax, burada da belə bir geniş, görürsünüz, qonaq otağımız. Əzizlərim, nə görürsünüz? Televizordur, kondisioneridir, nə görsəz, hamısı qalır. Gedək sizi ikinci evimizdən də tanış edeyim, dostlar. Bax, gəlin. Deməli, əzizlərim, evimizin sağından, solundan giriş-çıxış mövcuddur. Bax, vurğulayıram. Evimiz ortadadır, tam ortada, əzizlərim. Gəlin, getdik. İnşallah ikinci evimizdən də sizi tanış edeyim, əzizlərim. Gəl, qardaş. Bax, bu da gördüyünüz belə bir geniş, görürsünüz əzizlərim, baxın, kürsüsünə kimi, podvalının beton styaşkasına kimi. Dostlar, hamısı hazır işdə vəziyyətdədir. Görürsünüz pəncərələrinə, reşotkalarına kimi və nə? Girişdə istifolumuz, gördünüz, maşallah olsun. Evimiz, bax bu evimiz isə 2 otaqdan ibarətdir. Yəni, bax bu gördüyünüz bura geniş qonaq otağı və mətbəximiz. Mətbəx studiya deyirlər, dostlar. Bax, bura bizim mətbəx studiyamızdır. Burada da nə görsəz tam əşyalı. Tam əşyalı, əzizlərim, vurğulayıram. Tam əşyalı evimiz satılır. Bax, burada ailə yataq otağımız. Gördüyünüz kimi gedək hamam sanuzerindən də tanış eləyək. Buyur, qardaşım. Hamam sanuzerimizin aksesuarları da qoyulub. Dostlar, gələk əsas məsələmizə. Bax, vurğulayıram. Şurdaxanada 113 nömrəli məktəbin tam yaxınlığında, poliklinikanın tam yaxınlığında bir həyətdə 3 sotda 2 ev. Tam əşyalı. Evimizin qiyməti 135 min manata